Səmavi xanım nə paylaşırsa, Nəfəs xanımın bütün fanat ordusu tökülür İndi mən yorumlara. sənə deyəcəm neyinə. Aşağılayırlar, əzici sözlər deyirlər. Nə bilim, təhqiramiz Girirsən, sözlər də bölmə var, işlədirlər. orada Nəfəs adını bloka qoyursun. Nəfəs yazanda o komment çıxmır. Yox, onun adını bloklamaq da düzgün şey deyil də, o da yaxşı bir şey deyil. Mən Səmavinin dəfələrlə bu yaxın günlərə qədər çox böyük stresə düşmüşdü, çox böyük fikirlərə düşmüşdü. Hətta deyirdi ki, Akşin, bəlkə mən geri çəkilim, mən bu şeyləri qaldıra bilmirəm. Deyirəm ki, girib yorumlara baxma inan. Gecə-gündüz insan istər-istəməz tək olan kimi maraqlı gəldi. Görüm, mən təzə çıxmışam. Baxım, görüm haqqımda nə yazırlar, nə danışırlar, nə deyirlər. Girir, oxuyur mesajları, çıxmalıyıq, toya getməliyik, konsertə çıxmalıyıq. Ya nə bilim, nə eləməliyik. Baxıram ki, fikirlidir, əsr ayaq üstə, qanı qaradır. Mən bilirəm ki, mən nə qədər izah eləsəm də, desəm də, mən psixoloji olaraq onu hazırlamışam. Amma yenə də o məsələ ilə üz-üzə qalanda, insanların aqressiyasından, nifrətindən üz-üzə qalanda Səmavi kimi təzə xam bir addım atan insan üçün çox çətindir.